Deməli, salamlar, hər vaxtınız xeyir olsun, necəsiz? Biz bugün gərgin bir ortamdayıq, amma çalışdığım qədərilə qısa bir video çəkməyi düşünürəm. Deməli, burada bəzi səviyyələri qeyd eləmişəm. Bir kişi və bir qadına aid. Bu səviyyələri Padruqam Sevinclə bir yerdə izahını verməyə çalışacağım. Okey, başlayaq və baxaq. Deməli, bir insan doludursa, yəni bir insan emosional fon, intellektual fon, sonra maddi cəhətdən və fiziksel ehtiyaclarını özü dolu-dolu ödəyə bilirsə, o insan sənin qarşına dolu vəziyyətdə çıxır. Yəni ac rejimdə çıxmır, davamlı cinsəllik istəmir, davamlı pul istəmir, davamlı sevgi istəmir. İstəyir qadın olsun, istəyir kişi olsun. Sən nə düşünürsən bu haqda? Mükəmməl. Eynən. Yəni burada mən bəzi şeyləri qeyd eləmişəm. Məsələn, xüsusilə baxanda buradakı kişi və buradakı qadın daxilən əgər doludursa və bu 4 etapda sənin qabağına çıxırsa, sən bundan bir görüşürsən. Burada ehtiyac səviyyə, yəni tamamlanıb. Sən qarşı tərəfə ehtiyac fon kimi baxmırsan. Burada egosal səviyyə yoxdur. Həqiqətən ürək kontaktı qurursan. Və ən əsası ürək kontaktına bağlandığına görə o insanı illüziyada deyil, düzdürmü? Gözləntili deyil, ehtiyac səviyyəsində deyil, egosal deyil, özü kimi görə bilirsən. Və bu dolu versiyada sən qarşı tərəfə nəyi verdiyini və nəyə ehtiyacı olduğu və də çox insan qarışdırır. Münasibətdə ehtiyaclar ayrıdır, gözləntilər ayrıdır, istəklər ayrıdır. Bunu mütləq şəkildə partniyora demək lazımdır. Və sən münasibətdə bunları istəməyin normaldır. Bir var sən münasibət üçün istəyirsən, bir də var sən özün üçün. Çox insanın ilişib qaldığı nöqtə bilirsən haradır? Aralı kimi xanım. Qızıl dəyərində məlumatlar paylaşır, diqqətlə dinləyir. Ən çox insanların ilişib qaldığı nöqtə özünlə münasibəti eyniləşdirməsidir. Yəni o insan münasibət yoxdur, ancaq özün fikirləşir. Məni sevsin, məni görsün, bu hələ kontrol da verir. Amma sən əslində başa düşməlisən ki, mən o qədər acam ki, çöl dünyada bunu axtarmağa ehtiyac duyuram. Akıntılı şəkildə Eynən. Sən özün dolu olanda zaten, sən özün bütöv olanda qarşı tərəfə nəyi verə biləcəyini bilirsən, qarşı tərəfdən nəyi ala biləcəyini bilirsən və münasibətli qarşılıqlı əsasda qurulur, alma-vermə şəklində. Əgər sən davamlı fədakarlıq edirsənsə, xilaskarlıq edirsənsə, davamlı aqressivsənsə, eynən. Zaman-zaman əslində hamımız edirik. Deyə bilməzdim ki, yəni bu insanı günahkar hiss etdirməli deyil. Çünki bunun üçün terapiya var, psixoloji inkişaf proqramları var. Ən əsası mənim ödənişsiz marafonum var. Ən az onda iştirak edirəm. Çox faydası olacaq. Çünki mən özüm faydalanmışam. Yəni biz başa düşməliyik ki, həyatımızdakı insanların heç biri, heç də bizim valideynlərimiz deyil. Qarşımızdakı kişi olsun ya qadın olsun, onların heç biri bizim ana, atamız deyil. Onlar sadəcə insandılar. Yəni mən o qədər duyğusal bir boşluqdayam ki, Könüllü kimi görün. Ona nələrsə məna yükləməyin. eynən. Mən o qədər daxilən boşam ki, bu boşluqdan hamıya ehtiyac kimi baxıram, illüziya kimi baxıram, gözlənti kimi baxıram. Bunu fərqləndirmək lazımdır. Mən dəvət edirəm səni tamamilə ödənişsiz marafonda iştirak etməyə və 15 dekabr başlayıram. Daha sonra isə sənə fərqli bir yol sunacaq. Ümidvaram ki, kiçik də olsa danışdıq. İnşallah davamlı gələr. Çox maraqlı keçdi. Davamlı olacaq. Yaxın zamanlarda görüşənə qədər. Hələlik.